Değerli izləyicilər, verdiği sual çox keyfiyyətli və çox məntiqli bir sualdır. O gələ onu belə cavablandırım. Hər hangi bir ürək xəstəliyi, ürək döntü pozğunluğu və ya qüsurlu olmağı uşağın ürəyinə, yatmasına, yuxu rejiminə mənfi təsirat göstərir. Gəlin bunun açıqlamasını sizə verim. Uşağın ürəyi tez-tez döyünürsə, yüksək və ya az, təbii ki, insanoğlu, uşaq da dahil fərqi yoxdur, düzənli yata bilməyəcək. Çünki ürək düzgün işləmir. Boğulması olur, tez-tez töyüşməsi olur və s. və ilaxır. Gələk qüsurları açıqlamasını verim. Kəhrayı növü qüsurlarda çox ciddi bir şey olmayacaq. Ancaq göy növü ürək qüsurlarda, siyanüçük ürək qüsurlarda beyin qidalanması düzgün olmadığı üçün onlarda bu tür problemlər rastlanır. Nədən? Məsələn, siyanüçik dediyimiz bədəndə kislorod miqdarı az olduğunda beyin qidalanması pozğunluğu yaşanır və təbii ki, beyin inkişafında çətinlik olur, beyin qidalanmasında çətinlik olur və onlar zamanla yuxu pozğunluğuna gətirib çıxara bilir. Bu tür video izləmək istəyir dəyərli izləyicilər, səhifəmizə abunə olun, şərh bölümümüzə xahiş ilə məntiqli suallarınıza cavab verin ki, mən uşaq ürək həkimiyəm, mənə digər ixtisas sahəsi suallara cavab verməyin. Hörmətlə Nur İmanov.